Bəli, dediniz ki, uşaqlar, valentlik hardadır? Deməli, başladıq biz valentlik kimyəvi formulların tərtibi, əlbəttə ki, kimyanın ilk anlayışları. Gəldik 5-ci sualdır, düz. Baxırıq 5-ci suala. Görə bilirsiniz ekranı? Bəli. Hə. 5-ci sual deyir ki, hansı birləşmədə kükürt 4 valentlidir? Baxıram birincidə oksigen 2 valentlidir. Yazdım üstünə 2 valent. Oksigen. Görürsünüz, oksigen 2 valentlidir üstündə. Üstündə işarə edirəm ki 2. Kükürt neçə valentlidir? Bunu hardan bilərik? Oksigenin sayını vururam nəyə? Onun valentliyinə gəldi, düşdü bura 4. Kükürt deməli neçə valentliymiş? 4. 4 valentlidir ki, bu 4 olub, bu 2. 2'yə ixtisar gedib, burada qalıb 1. Burada isə qalıb neçə? 2. Bu 2 də gəlib bura, bu 1 isə gəlib bura. Olub nə? SO2. Elə Nərmin. Burada misal üçün bax, kükürt burada 4 valentli olub. Kükürt 4 valentli olub. Kükürt 2 valentli olub burada. 2 valentlidir. Mis isə 1 valentli. Ona görə çarpaz gəlib ayağına. Görüntü bağla yaxşı görəcəksən sən də Nərmin. SO3 oksigen 2 valentli olsa kükürt neçə valentli olar burada? 6. Vəssalam. Kalsium 2 valentlidir. Kükürt neçə 2 valentli olub səncə? Ayaqlarının içinə yazılmayıb. 2. Müqtarı 7. Vəssalam. Sonra 13. Bəli, 13. 13. Digər mövzuna bunu oxşuydu əslində. Onu sor mənə olsa yazılmır. Nə oxşayırdı? Digər mövzu kimya formulu hesablanması. Bəli, ola bilər. Deməli, ekran görsənir. Sual görürsünüz. Deyir ki, xlor oksidinin, yazdım xlor bir də oksigen. Xlor oksidinin 18-14 qramında 11,2 qram oksigen var. 13-cü sual. Ümumi molyar kütlə neçə verir Nərmin? Niyə səsi çıxartmırsan? 5,5 o da 16. Ümumi molyar kütləni 18,3 verir. 18,3 verir. Ümumi bunun nəyin? Molyar kütləsini. Və deyir ki, 18,3 qramda nə qədər oksigen var? 11,2 qram, 11,2 qram nə var? Oksigen var. Bax, bu nədir? Ümumi. Bunun içində nə var? Bunun içində həm oksigen olmalıdır, həm də xlor. Bunun içində deyir ki, oksigen nə qədərdir? O2 nə qədərdir? 11,2. Bir də bunun içində nəyi? Xlor olmalıdır. Xlor nə qədər olar sizə? Necə taparıq onu? 7,1. Bəli. 18,3-dən çıxacam nəyi? 11,2-ni. Eləcə 7,1 düz. 7,1 yazdım bura. Xlorun da bax, indi yazıram ki 7,1. İndi nə eləyəcəm uşaqlar? Nisbət deyir də bizə. Nisbəti tapsaq, yəni ki, nisbət tapdığında nəyi tapmış olacaq? Xlorla oksigen sayını tapmış olacaq. İndi xlor bizə verdiyi kütləsi nə qədərdir? 7,1-dir. Əslində neçədir xlorun kütləsi, nisbi atom kütləsi? 35,5. Bəli, 35,5. Bax, buradan qırmızı ilə ox qoydum. Verilən kütlənin 7,1-i nəyə? Böləcəm 35,5-ə. Bərabər olacaq neçə? 7,1-i böləcəm 35,5-ə. 0,2. 0,2. Bəli. Sonra da nəyi böləcəm? 11,2-ni böləcəm neçəyə? 16-ya. 11,2-ni böləcəm 16-ya. Eləcə neçə? 0,7. 0,7. İndi baxın, burada nisbəti yazacağım. Əvvəl xlordursa, xloru yazıram ki 0,2. Nisbət, yəni bölmə işarəsi nəyə? Oksigenə. Oksigen neçə aldıq? 0,7. 0,7. Bunları tama gətirək, yəni ki 10-a vuraq. 2-nin 7-yə nisbəti. Nə yazmışdım? Xlor, bu da oksigen. 2. Xlor 2, O7. Xlor 2 gələcək bura, oksigen dayağına 7. Xlor 2, O7. Cavab B variantı. Gördünüz? Bu nə oldu? Bu 13-cü sualın cavabı. Necə? O 2,7 yazdı, çarpaz vurulmur. Çarpaz belə vurarsan da oksigenin valentliyi 2-dir, xlorun valentliyi 7-dir. Ha, indi vur. Yenə eyni şeydir.
Əsas odur nisbət deyəndə yəni sayı tapdın. Sən xlorun sayını tapdın 2, oksigen sayını 7 tapdın. Qurtardı getdi. Bəli, bu saylar da əlbəttə ki, valentlikdən gəlib də. Saylar da valentlikdən gəlib. Eynən 14-cü sualda bu qaydadadır. Onu siz həll edirsiniz. Yaxşı, bu toçunu bu formadadır. Bunu qeyd edirsiniz müəllim. Bəli, qeyd harda bu dəqiqə gedir. Nədir o? Dəqiqə yazılır. Bəli, YouTube-a yükləyəcəm. Bəli, qeyd eləyirəm, qayd eləyirəm videonu. Baxırıq 16-cı suala. Elementlər x, y, z-dir. Valentli, sabit valentli var, dəyişkən valentli var. X, y, z elementdən müəyyən edin. X elementi deyir ki, sabit yox, dəyişkən valentli olsun. Bax, dəyişkənin altına plus qoyub. Dəyişkən valentli olsun, fosforun dəyişkəndir. Feryumun dəyişkən, feryum dəyişkən, kalsiyum sabitdir. Çıxdıq ona görə bunları. Sonra y deyir ki, sabitin altında görsən, bax, plus qoyub sabit. Yəni, y deyir, sabit valentli olsun. Baxaq gəl y sırasına, amma bu 3-dən artıq 2 dənə nə? D ilə y gedir. Bu 3 dənəyə baxacaq. Y-in altında feryum sabit 4 dəyişkəndir. Kalsiyum, fosfor da dəyişkəndir deyə. Nə oldu? Qaldı kalsiyum. Artıq cavabımız çıxıb B. Yenə Z-ə də baxaq. Z deyir ki, nə olsun? Nə olsun Rəşad Z? Dəyişkən olsun. Dəyişkən bax, bu daha fosfor. Fosforun valentliyi neçə idi? 3-5. 3-5. 3-5 fosfor. 3 valentli və neçə? 5 valentli. Azot neçə valentli idi? 3. Bir də 4 valentli, bəli. O sən bəli. Feryum isə neçə valentli idi? 2 valentli, bir də 3 valentli. Görsənir ekran? Bəli. Baxırıq əvvəla 7-ci suala. Deyir ki, 16 qram hidrogenin oksigenda tam yanmasına neçə qram su alınır? Yanma deyəndə ümumiyyətlə bütün yanma prosesləri oksigen qazının sayəsində gedir. Səndən yəni soruşur ki, hidrogeni yandır. Hidrogeni yandır deyəndə yəni hidrogenlə oksigenin reaksiyasını aparmağın deyirsən, Nərmin. Sən də nə eləyirsən? Yazsan hidrogeni, bu element şəklidir. Onun bəsit maddə halını yazsan ki, H2. Üstə gəlinsin, qaz alını yazsan da, yəni ki, O2. Alınır nə? H2O. Yazdım bunu. Bundan sonra reaksiyanı əmsallaşdırmalısan, Nərmin. Əmsallaşdırmaq nə deməkdir? Sayını düzəltməlisən, yəni ki. Reaksiyanın, bax, bu sənin oxun reaksiyadır. Reaksiyanın bir var, sağ tərəfi, bax, buradan bu tərəfi sağdır. Sağ. Buradan bu yanı isə nədir? Bu oxdan yəni ki, bax, bu tərəfi isə nədir? Sol tərəfi. Sağ tərəfi. Bu tərəfi isə nə? Sol tərəfidir. Bu yan soldur. Reaksiyanın solu və sağı. Görsənir indi? Reaksiyanın demək nə oldu? Sol tərəfi oldu. Bu sol tərəf, bu da oldu nə? Sağ tərəfi. Nəyə görə nizamlandı? Bax, bu oxa görə nizamlandı. Bu indi burada qalsın, bunu təzədən yazacağım. Dedim ki, nə? Hidrogen H2 plus O2 alınır nə? Su. H2O. Burada indi deyim ki, reaksiyanın sol və sağ tərəflərini əmsallaşdırmaq. Yəni ki, elementlərin, bu tərəfdə olan elementlərin sayları ilə bu tərəfdə olan elementlərin sayları bərabər olmalıdır. Biz də gəl bərabər elə. Baxıram ki, bu tərəfdə nə var? Hidrogen 2 dənədir, oksigen də 2 dənədir. Elə. Amma bu tərəfdə hidrogenim 2 dənədir, düzdür, hidrogen sayı bərabərdir. Amma oksigenim nədir? Azdır. Oksigen nədir? 1 dənədir. Bu da bir element olduğu üçün, bir maddə olduğu üçün mən bunu əmsallaşdıran zaman burada nə? Bax, burada əmsallaşdıran zaman oksigenin sayı düz, oksigen sayı nə qədərdir sol tərəfdə? Demənə, Nərmin. Oksigen sayı 2 dənədir. 2 dənə. Sağda neçə dənədir? Sağda. Sağ görsənmir, amma bir dənə, yox, bir dənə deməli. Görsənmir? Xeyr, mənim sol tərəf görsənmir bir tərəf. İndi də görsənmir? Yox. Niyə görsənmir? Sol görsənmir, mən boş yazdığınız görsənsin. Hə, sual görsənməsin, boş yazdığım görsənsin. Xeyr, mənim kitab var olsun məndə. Səndə necə Rəşad? Yaxşı, indi H2 plus O2 oldu. Sağda nə qədər indi oksigen var, Nərmin? Bir dənə. Bir dənə. Bunun sayını düzəltmək üçün nə eləyə bilərəm? Sağda da oksigen 2 olsun deyə nə eləyə bilərəm?
İkiye bölərim. 2-yə vurarıq. Bəli, hara yazım? 2-ni onda. Haşın əvvəlində də əmsalım. Haşın Bax, bura yazdım ha. Bax, gördün mü? Bura yazdım. Bura yazmaz olmaz ha. Yaxşı. Ümumiyə yazmaq lazımdır. Bir dəqiqə gözləyin. Zəng gəlir. Mən söndürdüm. Şu. Deməli, bax, bura yazmaq nədir? Bura yazmaq olmaz. Hara yazmaq lazımdır? Bax, bura qarşısına. 2. Bəli. İndi bax, hidrogenin sayı nə oldu? Dəyişdi deyəsən, Nərmin. Bir dənə fikir ver elə. Sağda neçə hidrogenin var? Sağda 4 dənə oldu. Solda neçə dənə oldu? 2 dənə. Aha. Hidrogen sayını düzəltmək üçün nə eləyəcəm? Sola da 1-2 atacağım. Vəssalam, indi düzəldi. 4 hidrogen burada. 2-ni vurdum 2-yə. 4 hidrogen burada. 4 hidrogen burada. 2 oksigen burada. Aha. 2 dənə də oksigen burada. Başa düşdük. İndi bu oxları silirəm. Sənə indi şərtlərinə ver. Bax indi. Mən bunu keçmişdən başına heç bir şey başa düşməyirdim bunu. Ha, indi başa düşdük. Müəllim dedi, mən də bəli, müəllim heç. Bəli, bu testi də burada yaxınlaşdırmış. Testi də görməliyik biz. Ha. Görsənir də ekran elə. Görsənir. İndi dedin ki, sən 7-ci sualdayıq. Bura yazdıq 7. Şərtdə bizə nə verimlərmin? 16 qram. Bax, bir var şərtdə verilənlər, bir də bizim tapdığımız. Verilənləri düzgün yerinə yazmalıyıq ki, nəyi? Məsələni həll edə bilək, tapa bilək. İndi şərtdə sənə deyir ki, 16 qram hidrogen oksigenda. 16 qram hidrogen deyirsə, yaz üstünə hidrogenin üstünə 16 qram. Qoy görəsən. 16 qram hidrogenin oksigendə tam yanması. Neçə qram su alınır? Suyu soruşursa, suyun üstünə nə yazdın? Sual işarəsi, sözdə qramla. Sənə hidrogen neçə qramdır? Hidrogenin nisbi atom kütləsini bax verib. Ayır H1-dir. 1. Vuranda onu neçəyə vuracaqsan indi hal-hazırda bəs hidrogeni? 16-ya. 1-16-ya vuracaq. Yox. Hidrogenin bax, bunun molekul kütləsini tapırsan. Nisbi atom kütləsi neçədir? 1-dir. Vurdun bu ayağındakı indeksinə 2-yə, elədi 2. Bu 2-ni də əmsala vursan, eləyir neçə? 4. 4, bəli. Hal-hazırda nəyin? Hidrogenin nəyin tapdıq? Molekul kütləsini tapdıq. 4. Yazdım bura 4. Qara rənglə yazaq, qara ilə bax. Qara ilə yazaq. Hə, görsənsin. 16 buradaydı qram. 4 qram da bu. Denəm müəllim, niyə oksigenin yox, götürüb hidrogenin molyar kütləsini tapdın? Nəyə görə, Nərmin? Çünki mənə şərtdə hidrogeni veribsə, mən də hidrogenin köməyi ilə gəlib nəyin? Soruşduğu suyun kütləsini tapacam. Elə bil ki, riyazi cəhətdən fikirləş. Hidrogeni verib sənə. Deyir, hidrogenin sayəsində suyun kütləsini tapmıram. Mən də taparım. Hidrogen deyir 16 qramında. Sual işarəsi bilmirəm nə qədərdir. Əmələ gəlib su. Amma hidrogenin 4 qramında nə qədər su əmələ gəlir? Burada olduğu kimi. Gəlib nəyin? Sağ tərəf görsəydin də mənim. Yenə görsənmir hə? İndi də görsənmir, daha sözüm yoxdur. Boş mənim 2 haş görsənir. Görsənmir yenə. Elə bir şey, misala baxandan sonra təmiz vərəqə keçirdən o tərəfə, onda görüşəcək. Görsənir. Bəli, mənim görsənir. Hala. Deməli, baxın, bir də burada suyun molekul kütləsini tapmalıyam. Necə tapacağam? Bu 2 əmsal yerində qalacaq. 2 vurulsun. Suyun molekul kütləsi nə idi? 1 vurulsun 2, üstə gəlsin 16 eləyir 18. Suyun molekul kütləsi 18-dir. Onu da vursam qabağındakı 2-yə əmsala. İndi tənasübü qururuq altdan. Dedim ki 16 qram hidrogen burada verilən. Bax 16 qram hidrogen nə? Reaksiyaya daxil olanda bilmirdim nə qədər su alınırdı. Amma 4 qram hidrogen reaksiyaya daxil olanda nə qədər su alınır? 2 vurulsun 18, yəni ki 36 qram su. Məsələn, bu nə eləməz? 4 ilə 36 getdikcə qaldı burada 9. 16-nı da vurarıq 9-a, eləyər 144. Sual işarəsi yox, bunu x yazacaq da, x. X bərabər neçəyə? 144-ə. Aydındır, nərmi? Bura 7, 8 üçün bir dənə izah verirəm sənə. Yəni ki, reaksiyanı yazacağım. Kükürdün deyir oksigendə. Kükürdün S-dir. Kükürdün bu da oksigendə yanması. Plus O2 alınacaq nə? Bunun ayağını 2 yazam məsələn. Çünki kükürd qaz halında yox, bərk halındadır. S plus O2 olacaq SO2. SO2. İndi əmsallaşdırmaq əmsalları düzdür. 8 qram nə verib? 8 qram kükürdün
Oksigenin tam yazın neçə qram SO2 alınır? Sual işarəsi. Kükürdün isbat kütləsini yazsan bura. SO2-nin molar kütləsini yazsan bura. Tənasibi qrup nə eləyirsən? Həll eləyib X-i və yaxud da bu sual işarəsini tapırsan. Aydındır? Bəli, 9-cu sual. 20 qram kalsiumun oksigenda. 9-a baxırıq. 20 qram kalsium. Kalsiumun oksigenda tam yanmasına neçə qram kalsium oksidi alınır? Kalsium oksigenda yandırır. Plus. Kalsium plus O2 alınacaq kalsium oksidi. Vəssalam. Əmsallaşdırmalısan Nərmin. Bura atırsan 2. Burada 2. Əmsallar hazırdır. Nə dedin deyirən indi? 8 demədim. Nə deyirsən? 8-dən o yazırsınız. 8-in altında o yazır, kükürün altında yazır. Neçə yazır? Bir yox yazsınız. 2 vurursun, 2 vurursun 1. Burada necə yazır? Kükürdün molyar kütləsini yazacaqsan altına da. Nə yazıb? Sənə kükürdün burada nəyin verir? 8 qram kükürdün demir. Bəli. Ha, burada neçə qram kükürdün var? Onu altına yazacaqsan. Nə vəssalam. Nəyi verilibsə verilənləri altına yazsın. Tənasüb, riyaziyyatın tənasübü. Elə bir məsələlər eləyirsən riyaziyyatda. Sənə 8 qram kükürt deyirsə, sən də kükürdün öz molyar kütləsinin altına yazacaqsan. 32 qram. SO2-nin səndən molyar kütləsini soruşmur. Yazdın buna qız. SO2-nin də molyar kütləsini tapacaqsan, yazacaqsan bura. İstəmirəm də mən yazım. 32 plus 32 ilə də 64. Tənasibi qur. 8-ə x-dırsa 32-ə də 64-dür. X də bərabər neçəyə? 4, 64, 7, 16. Ha, bunu da tapdım. Və nə qaldı sənə? 9-u sən əldə eləyirsən. Yox. Verilənləri sadəcə yerinə yaz. Məsələ budur. 10-cu sual tapsan. Nitrat turşusu deyir. Bax, 10-cu sual. Nitrat turşusunun formulu. Nədir Rəşad nitrat turşusunun formulu? Natrium SO4. Natrium yox. Nitrat turşusu, nitrat. HNO3. Nitrat turşusunun bir molekulunda. Bu nə deməkdir? Bu bir dənə molekuldur. Yəni bir molunda, bir molekulunda cəmi neçə atom var? Nə eləyəsiniz? Hidrogenin sayını, azotun sayını, oksigenin sayını cəmləyib atomun sayını tapırsan Nərmin. İzah elədim. 11-ci sual qalıb Nərmin. Yazmamışım. Altdan yazmamışım. Altdan onu yazmayıbsın. Yaz edin biraz bir şey bitiklə. 11-ci sualı bax izah eləyəcəm. Ondan sonraki suallar var. Onu oxşardı. Yazıbsan Rəşad 11-i. 11. Bəli. Əla. Kütlə nisbəti deyir ki, nəyi verib? Nərmin. Bax, kalsiumun nəyin yazıb? M yazıb. M kütləsinin, kalsiumun kütləsinin, kükürdün kütləsinə və onun da nə? Oksigenə nisbəti neçədir? 5-in 4-ə, bir də 6-yadır. Birləşmələrin də formulu müəyyən edin, Nərmin. Kalsiumun öz kütləsi neçədir? Orada altda verib, Nərmin. 40-dır, 8 olacaq. 40-dır. Kükürddə neçə verib? Mən bilirəm, istəyirəm sən denə. Kükürdü, bax yazdım 32. Oksigində neçə verib orada? 16 verib, hə? Bax, alt-alta düzürsən sırrı ilə. Yayadı burada da yaza bilərdim. 40, 32, 16. İndi bunları nə eləyirsən? Bax, elementlərin kütlə nisbətini tapanda bunları ixtisar eləyirsən. Ən kiçik rəqəmdə gətirib saxlamalısan. Yaxşı, ixtisar gedənə kimi üçünü birlikdə. İxtisar hara kimi gedir, ora kimi apar. Sonra axırda qalan rəqəmin sənin nisbətindir. İndi bax, 8-ə gedir. hamısı 8-ə getdi. Burada qaldı 5, burada qaldı neçə? 4, burada qaldı 2. 2. Bax, burada 5, 4, 2-dir əslində olan. Amma verən nədir? 5, 4, 6. Aha, oksigen nə qədər çoxdur deməli? 4 dəfə. 4-dir. 4, 2-ni 8 edir. Burada neçə verib? 6. 3 dəfə. 3 dəfə. Deməli, oksigenin ayağında neçə var imiş? 3 var imiş ki, 3-ü vurub 2-yə eləyib, 6-nı gətirib yazıb bura, kitabdakı nisbətə. Sən də yazsan kalsiumla bir dənə, çünki kalsium 5-dir əslində, burada verdiyi də 5-dir, deməli kalsium bir dənədir. Kükürt, kalsium S, kükürt neçədən? 4 verib. 4-dür əslində, bu da 4-dür, o da 1-dir. Oksigen isə 2-dir, burada verib 6, deməli 3 imiş ki, 3-ü vurub 2 eləyib 6. Formul nə oldu? Kalsium SO3. Sulfit duzu elə bil ki. Kalsium SO3. Aydındır? Hı. Cavab B variantı.
10-cu sual. Tərkibində azot və oksigen kütlə nisbəti 7-nin 12 olan azot oksidini müəyyən edin. Tərkibində azot və oksigenin kütləvi nisbəti. Aha. 12-ci sual Nərmin, qoy biraz izah verin baxım. Tərkibində azot və oksigen kütlə nisbəti 7-nin 12-yə olan azot oksidini müəyyən edin. Azotun kütləsini verib sənə burada 14, oksigeni verib 16. İxtisar aparıb gətirib bura çıxardırsanız, yazırsan. Gəldi 13-cü sual. 13 qalıb, sən də Rəşad. Çıxarmadım. Bu nə sualdır ki, bundan X-dan sual izah eləmişdim. Keçən dəfə deyirdi, 2 valentli metalın duzu deyirdi ya sizə. Bax ondandır da elə. 13-cü sual. Nərmin, səndə nə qalıb? Sizə nə verir maddə? Kalsium X2 verir maddəsi. Neçə qramdır bu uşaqlar? Molyar kütləsini sizə verir ki, 50 nə qram. Deyir ki, kalsium X2 birləşməsində 10 qram kalsium var. Yazıram bax, kalsium nə? 10 qram. Yazdım bura. 10 qram kalsium olduğunu bilərək X-in nisbi atom kütləsini müəyyən edin. 50 qram nədir? Ümumi molyar kütlədir. Bu 50-nin içərisində nə var? Həm kalsium var müəyyən qədər. Həm də nə var? X var. X özdə nə? 2 var ha, X2. Kalsium nisbi atom kütləsi neçədir uşaqlar? Yox, sənə kalsiumu verir elə. 10 qram verib. Kalsium sənə verib 10. Nə qədər qalır bəs X-a, Nərmin? Necə? X-ə qaldı. Rəşad, bax. Rəşad, kalsiuma 10 qram verib. Yazdım 10 qram. Ümumi molyar kütləmdə 50-dir, Nərmin. Ümumi 50-dir. Onu kalsiumundursa, neçəsi X-indir? 40. 40-ı, bəli. Sən hal-hazırda 40-ı X-in nəyin tapdın? Molyar kütləsini tapdın 40. Səndən amma nəyi soruşur? Sənə nəyi soruşur? Nisbi atom kütləsini. Nisbi atom kütləsi neçə olar? X-in MR-in tapdın, Nərmin, 40. A-yeri neçə olar bəs? Hə? A-yeri necə tapırdın? Nisbi atom kütləsini vururdun saya. Nisbi atom kütləsi 20-dir ki, vurub sayına 2-yə eləyib nə? 40. Yəni bu 40-ı nə eləyirsən? Bu 2-yə bölürsən. Yazsan ora.